Axşamınız xeyir olsun, salam müəlliminizi. Futbolçularımı təbrik edirəm. Ümumiyyətcə çox yaxşı mübarizə oldu meydanda, yaxşı dinamik oldu meydanda. Çox vacib oyun idi bizim üçün. Çox vacib oyun idi və qarşımızda çox istəkli, çox bizi yaxşı analiz edən bir kollektiv var idi və sona kimi, yəni siz də şahid oldunuz ki, təslim olmadılar. Bizə heç rahat oynamağa, belə deyək, yəni bir imkan vermədilər. Mən belə düşünürəm ki, maraqlı bir oyun oldu Azərbaycan üçün və Rəşada komandasına uğurlar arzulayıram. Və Azərbaycan hər komanda Azərbaycan'a təşəkkür edirəm ki, belə bir şəhərdən kənarda olsa da bu stadion gəlib daima bizləri dəstəkləyirlər burada. Belə. Buyurun, sualları keselim. Buyurun. Təbrik edirəm belə münasibətlə. Uzun illərdir belə bir fikir var ki, Qarabağ Avrokubokları iştirakını dayandırdıqdan sonra yerli turnirlərə, daxili turnirlərə daha yaxşı fokuslanır və daha çox qarşısı alınmaz olur. Yəni bir Qarabağlaşmaq istəyirsiniz, siz özünüz bu fərqi istəyirsiniz. %100 istərsiniz, biraz Avropa oyunları olmayanda daha sərbəst olursan, daha vaxtın çox olur hazırlaşmağa, amma əfsuslar olsun ki, hələ öz optimal formamızdan biraz uzağıq, belə deyək, tam özümüzə gəlməmişik hələ. Bəzi futbolçuların istərsiniz performansında hələ ki, biraz çatışmazlıqlar var. Ümumən mən belə son oyundan sonra da fikirlərini bildirdim ki, komanda biraz çox yoruldu. Bu indiki Çempionlar Liqasında hər oyun demək olar ki, həddindən çox enerji, həddindən çox psixoloji olaraq çox yorğun oldu komanda. Çox gərgin bir sezon keçdi. Yəni ümumən belə baxsaq 14 oyun. Yəni hər oyundan sonra, hər oyundan əvvəl o stres, o hazırlıq, o məsuliyyət istərsən futbolçular çox yükləndilər həddindən artıq. Hətta özüm daxil olaraq, özümü də kənarda qoymayım. Ümumən belə yavaş-yavaş qarşıdakı oyunlara inanıram ki, daha yaxşı köklənəcəklər. Amma qarşıda hələ yenə də bir sıx qrafikə girəcəyik. Bu kubok oyunları başlarından sonra, böyük ehtimal milli komandadan sonra yenə hər 3 gündən, 4 gündən bir oyunlar, demək olar ki, yenə bir ay yarım, bir ay yenə o yükləmədə olacaq. İnşallah xeyirlisi yenə də çalışacaq ki, komandanın futbolçuları tam hazır etməyə ki, belə bir sıx qrafikə uyğunlaşsınlar. Ümumən belə var belə bir düşüncə ki, Avropa oyunları olmayanda daha yaxşı fokuslana bilsən hər oyuna və hər məşqə. Buyurun. Mərkəzə başladığımda onu çox xatırladım. Çox az onun oyunu necə təsir başladı, gələcəkdə bu variantı. Oyunun gedişatında olan rotasiya idi. Belə gözləyirdik ki, ola bilər hansı bir əvvəlcədən onlar oyunculara bildirmişdi ki, ola bilər oyun gedişatında hansı bir rotasiya ilə yer dəyişmə eləyək və belə ümumiyyətcə həm solda, həm sağdan da ortada oynamağa bacarıq qabiliyyət onda var. Belə bugün çox yaxşı təsir bağışladı və biz məşqlərdə də bundan istifadə eləyirdik. Bəzi oyunlar olub yenə də biraz düzdür, nadir hallarda olub belə istifadə eləmişəm, amma bugün demək, daha çox istifadə elədik və qarşıda ola bilər belə, yəni rəqibin oyununa uyğun belə deyək də adımlar atacağıq. Buyurun. Sizə Turanın milliyyət çağırılmasını necə gözləyirsiniz? O necə aparılan perspektiv necə realizlərsiniz? Yəni qabiliyyətli futbolçudur. Yəni Duran ümumiyyətcə, yəni onun sürəti, onun topla davranışı, onun idman xarakteri yəni ona imkan verə bilər ki, daha böyük futbolçu olsun və daha böyük turnirlərdə iştirak eləsin. Və sevinərik biz buna ancaq, amma görək qarşıları nə qərarlar verəcəklər. Buyurun sen. Bu grafikten danıştık. April ayında 17'si sabahına oynuyorsunuz, 22'si sabahına oynuyorsunuz, 24'ü hepsi tersten olsun. Yani bu böyle grafikin olmasına da üzülmüşsünüz. Hem de Nefis'in oyunda Nefis'in bir oyun oynuyor, yine oynayacaksınız. Eyle salınlarda dəxil salınmış oldu. Ümumiyyətcə bu iki oyun da belə kubok çempionatı oynamaq heç xoş deyil, düzün desəm. Bəzən azərkeşlər üçün də bir oyunu oynayıb elə biraz pauz edib, sonra onlar da hazırlaşırlar, oyuna daha maraqlı olar. Amma yəqin
sıx qrafikdir deyə, yəni boş yer, boş güllə tapa bilməyiblər, ona görə belə addım atıblar. Edəcək bir şey yox. Yəni yenə də çalışmalıyıq ki, hər iki komanda üçün eyni situasiya olacaq. Ona görə mən də istəyərdim ki, biraz arada fərq olsun, sonra yenidən görüşməyə, yenidən hazırlaşmaq komandaya qarşı daha rahat olur belə Gürcü komandalara qarşı. Hər bir halda yəni hər komanda üçün eynidir, ona görə deyəcək bir şey yox. Buyurun. Chris Kouakou belə deyək, görsənmədən getdi. Qarabağda heç cürə futbol dələsini tutura bilmədi. Bunun səbəbi nə idi? Çox istəkli idi, amma hiss olunur ki, sanki Qarabağda olan orta xətt oyunçuların səviyyəsindən biraz aşağıdır. Biraz yəni düzün desəm, özü çox belə intizamlı, yəni futbolçuydu, məşqdə, yəni oyunda da görmüsünüz belə. Sadəcə özü də daha çox oynamaq istəyirdi. Oynama dəqiqələri çox az idi. Mən də onu bir məşqçi olaraq başa düşərək mənə deyəndə mən də yox demədim. Ona görə biraz alınmadı. Onda da alınmadı, bizdə də alınmadı. Amma ümumən belə hansı ki, həm də indidən sonra biraz oyunların sayı az olacaq. Ona görə biraz bir o qədər də belə deyək də ehtiyac görmədik ki, onu da qarşısını kəsək. Buyurun. Bu 20 millimizə Portuqaliyalı məşqçinin təyin olunmasına bağlı işlərdə rəvayət edin. Siz də icra komitəsinin üzvüsünüz və bu qərarı necə qarşılayırsınız? Xeyirli olsun. Qərarı qarşılayacaq belə bir şey yox. Yəni müzakirə olunan bir məsələ idi və hazırlıq gedirdi zaten. Xeyirli olsun, uğurlu olsun. Deyəcək bir şey yox. Buyurun. Yaxşı formadadılar hər ikisi. Onların seçim eləyəndə tutulduğunu düşünürsünüz və yaxud da gələcəkdə hər hansı bir mövqe dəyişikliyi gözləyə bilər, yox onların ikisindən. Yəni onlar ikisi də meydanda olan vaxtlar çox olub. Yəni son bir neçə oyunda Yankoviç neçə oyun 3 oyun səhvimiz dalbada oynadı. İstər-istəməz hansısa bir yorğunçuluq ola bilər, amma qoy onlar formada olsunlar. Mən fikirləşim ki, kim oynadıq və necə eləyək onu, inşallah. Mən özlərimi götürərəm. Buyurun. Sizə Qalatasarayda bağlı sual verirəm. Sizin adınızı Liverpool'da qarşılayırlar və elde 1-0 qədər qazanırlar. Necə düşünürsünüz? Bu tərəfdə İnamımız böyükdür əlbəttə ki. Ümumiyyətlə o stadionda oynamaq isə asan deyil. Amma biz Qalatasaraya bol azarkeşlik eləyirik, bol uğurlar arzulayırıq və dualarımız Qalatasarayla inşallah ümid eləyirik ki, keçər. Və Qalatasaray da hal-hazırda çox yaxşı idman formasındadır və yaxşı xarakterli bir kollektiv var və təslim olmağı xoşlayan bir kollektiv, komanda deyil. Və belə ümidlə inşallah oyunu gözləyirik və qalibiyyət naram ki, Qalatasarayın olar. Olan Çempionlar Liqasının açıldı, bu mövsüm çox uğurlu çıxış elədi. Qarabağ təbii ki, burada birinci sizin adınız var idi. Bunu çox vermişik suala, maraqlıdır. Bəlkə deməzsiniz, amma bəlkə də deyərsiniz. Təkliflər gəlibmi sizə, yəni bu mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışdan sonra? Biz burada Bakıdayıq da, elə Bakılıyıq biz, buradayıq ələk. Buyurun. Mənim ki, talih üzərində şəxsi olmasa da sabah və nəticələr nəzər salsaq, nəzələr real sarsız, hansı bir bildirəməsinə ki, siz onu belə deyək, çatasız və ona keçəsiniz? Yəni bu dəqiqə çox istəkli bir sabah var və çox özündən xas, çox yaxşı bir oyun üslubu olan bir sabah var və yaxşı bir kollektiv var, yaxşı baş məşqçilər var. Biz sonraki mübarizə aparacağıq əlbəttə ki. Əlbəttə ki, üstünlük onlar tərəfdədir. Amma yəni, heç kimə təslim olmayan hal-hazırda sabah var. Ona görə biraz heç də asan deyil, amma sadəcə qarşıdakı oyunlarda biz mütləq hər oyunda daha istəkli olmalıyıq, daha da ciddi olmalıyıq. Və xeyirlisi, ümumiyyətlə mən heç vaxt deməmişəm ki, talihimiz mənim əlimdə və yaxud öz əlimizdədir. Hər birimizin talihi Allahın əlindədir. İnşallah xeyirlisi nədirsə də o olacaq. Amma biz səbəb olaraq sona kimi mübarizə aparacağıq. Sualım da var ki, sabahın İmişli Ulas stadionunda 5 gol qazanı gözləyirik.
Yəni bugün hal-hazırdakı Sabahın istənilən komandaya yəni, o sayda qol vurmağını yəni, gözləyirik. Yəni, gözləyirəm yəni. Sırf stadion durulacaq. O dəfəkindən biraz daha yaxşı idi elə bir. Amma yəni nə qədər oyunçu yəni görürdünüzsə bəlkə də zədədən qurtardılar. Yəni o yenə də o sürüşmək, yenə də o səhv etmirəmsə xeyli sayda oldu yəni hər iki komandada. Onda daha göy görünürdü. Yəni mümkündür. Mümkündür ki, yəni 5 qol vurdular. Buyurun sen. O zaman mən bugün Medina performansını çox aşağı göründü. Hətta qolun birində sizə oldu. Bəhlul zədələnibdir və Elmay əvəzedici komandadır. Yəni rəqabət çatışmazlığı yaşayır Medinada. Gözlənilirmi mövsümün sonuna qədər Elmay əsas komandaya qayıdacaq? Yəni ola bilər. Biraz cəzalandırmışdı. İndi qarşıdakı günlərdə, qarşıdakı bu fasilədə baxacağıq. Buyurun. Çok sağ olun. Teşekkürler. Oldu, sağ olun.